Yenə də bir fürsət keçirtdim əlimə və kitab bir saat kitab oxuyayım, sonra işimə davam verim, iş istəyəm. Bildiyiniz kimi Türkçülüyün əsasları adlı kitabı oxuruq. Yazan Ziya Gökü Alpıdır və 80-ci səhifəni oxuyuruq. 80-ci səhifəni oxuyuruq. Ərz edeyim xidmətinizə ki, təzə bir başlıq qoyub burada. Yeni Türkçənin milliləşdirilməsi və işlənməsi. Bilirsiniz, yeni Türkçə mənzuru budur ki, Osmanlıdan sonra ki, fars və ərəb və ayrı dillərin sözləri çox qatışmışdı Türkçəyə və fazəri çıxmışdı ortadan. Deyir ki, indi onun yerinə istiyoruz ki, taza bir ədəbi yazı metodu, danışıq metodu çıxaraq Türk dilinə. Ona görə deyir ki, yeni Türkçə. İndi belə fərz edək, dostlar, əgər bu günləri bizim məmləkətimiz müstəqil ola, İrandan ayrılaq və öz ayağımızda, hətta federal şəklində ola, biz bir yeni Türkçəyə keçəcəyik. Yəni Türkçə bu ki biz danışırıq Təbrizdə, Ərdəbildə, Urmuda, Zəncanda, Qəzvində, Qəşqayistanda, Türkmən Səhrada, bu türk deyil. Biz hakimiyyətimiz olunsa türkü dilə qeydəcək. Yəni bu indiki danışıq türkçə deyil, qətlən türkçə deyil. Və 20-30 ildə biləcəksə kamilən fars olacaq. Zaman dəyişib, vəziyyət dəyişibdir. Mən mötəqidəm ki, İranda bir Günaz TV nəsli var.